əziz izləyicilər, bugünkü mövzumuz Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydu. Biz bu boyda görürük ki, qəhrəmanlıq yalnız qılınc oynatmaqla deyil, həmçinin inanmaqla, iradə ilə, səbirlə olur. Biz bu boyda Uruzun simasında bunu görürük. Gəlin indi əsərimizlə ətraflı tanış olaq. Burada əlavə məlumatlar olacaq, onlarla tanış olaq. Maraqlı bir boydur. Burada həmçinin qəhrəmanlıqdan əlavə atanın oğluna olan sevgisi, həmçinin oğulun mərdliyi bu əsərdə öz əksini tapmışdı. Gəlin əsərimizə nəzər salaq. Deməli, bir gün Holaşoğlu Qazan bəy yerindən durmuşdu. Qara yer üzərində otaqlarını tikdirmişdi. 1000 yerdə ipək xalça döşətmişdi. Hündür alaçı göy üzünü dirənmişdi. 90 dəstə gənc Oğuz məclisinə toplaşmışdı. Ağzı böyük şərab küpləri ortalığa qoyulmuşdu. 9 yerdə kef məclisi qurulmuşdu. Qızıl qədəhlər, sürahilər düzülmüşdü. Ulaşoğlu Salur Qazan qızılı sapla tikilmiş çadır otaqlar, qatar-qatar dəvələr bağışlayırdı. Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu. Sağ yanında qardaşı Qaragünə oturmuşdu, sol yanında dayısı Aruz oturmuşdu. Deməli, yalnız bu əsərdə yox, bu boyda yox, həmçinin Salur Qazanın evinin yağmalanması boyu da daha doğrusu məclis qurulması ilə başlayır. Bu boyda da həmçinin məclis qurulması ilə başlayır bu boy. Deməli, Qazan sağına baxdı, qəhqəhlə güldü, soluna baxdı, çox sevindi. Çünki qarşısına baxdı, oğlu Uruzu gördü, əlini çalıb ağladı. Çünki burada sağ yanında Qaragünə oturmuşdu. O qəhrəmanlıq eləmişdi, onunla fəxr eləyirdi. Həmçinin solundakı dayısı Aruz oturmuşdu, onunla da fəxr eləyirdi. Lakin bu yaşa qədər oğlu Uruz heç bir qəhrəmanlıq göstərməmişdi. Əslində burada bir atanın nigaranlığı öz əksini tapmışdı. Niyə görə nigaran idi? Özü qəhrəmandı, amma ki oğlu bu vaxta qədər bir igidlik, bir qəhrəmanlıq göstərməmişdi. O qorxurdu ki, ölər və oğlu onun kimi qəhrəman ola bilməz. Yəni bir qəhrəmanlıq göstərməz. Ona görə narahat idi. Və Uruz bunu görür. Yəni atasının nəzərləri o nəzərindən qaçmır və görür ki, atası narahatdır və özü irəli gəlib atasına deyir, görək nə deyir indi. Ünüm ünlə, mənim sözümü dinlə ağam Qazan. Sağına baxdın, qəhqəhlə güldün. Soluna baxdın, çox sevindin. Qarşıya baxdın, məni görüb ağladın. Səbəb nədir, söylə mənə. Qara başım qurban olsun ağam sənə. Qazan bəy qızardı. Niyə görə qızarır? Çünki artıq hiss eləyib də oğlu. Qazan bəy qızardı, oğlanın üzünə baxdı və çağırıb söyləyir, görə xanım nə söyləyir? Bəri gəl, qulunum oğul. Sağ tərəfə baxanda mən qardaşım Qaragünəni gördüm. Baş kəsib, qan tökübdür, haqqını alıb ad qazanıbdır. Sol tərəfə baxdıqda dayım Aruzu gördüm. Baş kəsib, qan tökübdür, haqqını alıb ad qazanıbdır. Qarşıma baxanda səni gördüm. 16 yaşın oldu. Bir gün ola düşüb öləm, sən qalarsan. Baş kəsməyibsən, qan tökməyibsən, qanlı Oğuz yurduna bir mükafat almayıbsan. Sabahki gün vaxt gələr, mən ölüb sən qalanda taxt tacımı birdən sənə verməzlər deyə ağladım oğul dedi. Uruz burada söyləmiş, görəlim xanım nə söyləmişdir. Abəy baba, hünəri oğul atadanmı görər öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? Sən məni götürüb, haçan kafir sərhədinə çıxardın, qılınc çalıb baş kəsdin. Mən səndən nə gördüm ki, nə öyrənim dedi. Yəni sən mənə öyrətməyibsən, məndən nə tələb eləyirsən deyir. O vaxtı da yəni uşaqlar biraz dilli olub, hiss olunur. Qazan bəy əlinə vurub qəhqəhlə güldü. Dedi, abəylər, Uruz yaxşı deyir. Siz yeyiniz, içiniz, eləyin. Mən bu oğlanı götürüb ova gedim. 7 günlük azuqə ilə çıxaq.
Ox atdığım yerləri, qılınc kəsdiyim yerləri göstərim. Kafir sərhədində cızıqlara, Ağlağana, Göyçə dağına götürüb aparım. Sonra oğlana lazım olara bəylər. Deməli, düşmən sərhədi hardadır? Cızıqlara, Ağlağana və Göyçə dağına. Qonur atını çəkdirdi, mindi. Donu qaşdaşla bəzənmiş 300 igidi seçdi, öz dəstəsinə qoşdu. Deməli, neçə yüz? 300 igidlə gedir. Və Uruz da 40 xala gözlü igidini özü ilə apardı. Qazan oğlunu götürüb uca dağlar üzərində ova çıxdı. Ov ovladı, quş vurdu, ceyran cüyür yıxdı, hündür və gözəl göy çəmənlikdə çadır qurdu. Bir neçə gün bəylər eləcə yeyib içdi. 7 günlük getmişdilər və bir neçə gün artıq yeyib içirdilər. Sən demə, başı açığın Dadiyani qalasından, Ağsaka qalasından kafirin cəsusu bunları görüb Takura dedi. Deməli, cəsuslar da yerləşir, Ağsaka qalası və Dadiyani qalasında yerləşir. Və Takura dedi, hey, nə oturmuşsan? İtini ulatmayan, pişiyini mi yolda atmayan, aplar başçısı, Qazan oğlu ilə sərxoş olub yatır. 16.000 qara donlu kafir ata mindi. Amma biz bildik ki, Qazan xanın neçə yüz əskər var idi? 300. 300 əskərlə gedir. Amma bu isə neçə min? 16.000 kafirlə gedir. Gərək nə olur? İndi 16.000 qara donlu kafir ata mindi. Qazanın üzərinə irəlilədi. Baxıb gördülər ki, 6 bölük toz indi. Kimi dedi ceyran tozudur, kimisi dedi düşmən gəlir. Qazan dedi ceyran olsaydı 1 və ya 2 bölük olardı. Deməli, burada Qazanın dəstəsindən bəziləri deyir ki, ceyran dəstəsidir, bəziləri də deyir ki, düşmən dəstəsidir. Amma Qazan xan deyir ki, əgər ceyran olsaydı bu 1-2 bölük olardı da, yəni 6 bölük olmazdı. Bilin ki, bu gələn düşməndir. Toz yarıldı, gün kimi parıldadı, dəniz kimi çalxalandı, meşə kimi qaraldı. 16.000 ip üzəngli, keçə papaqlı, azğın dilli, quzğun dilli kafir gəlib çıxdı. Qazan qonur atını çəkdirdi, mindi. Oğlu Uruz bədöy atının cilovunu çəkib oynatdı. Və onun qarşısına gəldi, dedi, bəri gəl ağam Qazan, dəniz kimi qaralıb gələn nədir? Ot kimi işarıb, ulduz kimi parlayıb gələn nədir? Öz dilinlə 5 kəlmə xəbər ver mənə, qara başım qurban olsun ağam sənə. Bəri gəl, aslanım oğul, böyük dəniz kimi qaralıb gələn kafirin qoşunudur. Deməli, bax, kafirin qoşunu dəniz kimi, yəni dənizə bənzədir. Deyir ki, dəniz kimi qaralıb gələn kafirin qoşunudur. Gün kimi parlayıb gələn kafirin papağındakı işıqdır. Ulduz kimi işarıb gələn kafirin nizəsidir. Azğın dili yağıdır, düşməndir oğul. Deməli, burada deyir ki, dəniz kimi qaralıb gələn düşməndir. Sonra günəş kimi parlayan kafirin papağıdır. Papağındakı işıqdır. Həmçinin ulduz kimi işarıb gələn kafirin nizəsidir. Azğın dilli yağıdır. Oğlan dedi, yağı deyəndə nəyə deyirlər? Qazan dedi, oğul, ona görə yağı deyirlər ki, biz onları yetsək öldürərik, onlar bizə yetsələr öldürərlər. Uruz burada söyləmişdir, görə xanım nə söyləmişdir? Bəri gəl ağam Qazan, qalxıb yerimdən bədöy atımı saxlayırdım bugün üçün. Günü gəldi, böyük meydanda seyirdim mən sənin üçün. Uzaq vuran sür nizəni saxlayırdım bugün üçün. Günü gəldi, uzaq vuran sür nizəmi saxlayırdım bugün üçün. Günü gəldi, qarınlara, kökslərə sancım mən sənin üçün. Böyük iti, polad qılıncımı saxlayırdım bugün üçün. Günü gəldi, kafir başım kəstirim sənin üçün. 40 igidimi saxlayırdım bugün üçün. Günü gəldi, kafir başın kəstirim sənin üçün. Aslan adımı saxlayırdım sənin üçün. Kafirlərlə əlbəyaxa tutaşıb mən sənin üçün.
Ağız dildən bir neçə söz söyləmənə, Qarabaşım qurban olsun ağam sənə. Qazan burada söyləmiş, görək xanım nə söyləmiş. Oğul, oğul, ayaq ol, səsimi eşit, sözümü dinlə. O kafirin atdığı 3 oxdan biri boşa çıxmaz, oxçusu olur. Yəni, burada birinci dəfə nəyin qoşununu dənizə bənzətdi, papağını günəş kimi parlayır dedi. Daha sonra nizəsini ulduza bənzədirdi. İndi isə deyir ki, deməli 3 oxundan biri deyir, deməli deyir ki, səsimi eşit, sözümü dinlə. O kafirin atdığı 3 oxdan biri boşa çıxmaz, oxçusu olur. Hey demədən başlar kəsən cəlladı olur. Deməli oxçusu, cəlladı. Adam ətindən qovurma edən aşpazı olur. Bu sən deyən düşmən deyil. Mən yerimdən qalxıb durum, qonur atın belinə, qoy mən minim. Böyük iti Polad qılıncı mən çalım, azğın dilli kafirlərin başlarını kəsim. Dönə-dönə savaşım, dönə-dönə döyüşüm. Aha, deməli atası deyir ki, yox deyir, bu sən bilən düşmənlərdən deyir, qoy özüm döyüşüm. Qılınc çalıb baş kəsməyi gör öyrən, başın bəlaya düşsə gərəyin olar. Uruz burada söyləmiş, görək nə söyləmiş. Avay ata, eşidirəm. Ətrafda erkək quzu qurban kəsmək üçündür. Ata oğul qazanar ad üçün. Oğul da qılınc qurşanar ata qeyrəti üçün. Mənim də başım qurban olsun sənin üçün. Qazan burada söyləmiş, görək xanım nə söyləmiş. Oğul, oğul, ay oğul, düşmən arasına girib baş kəsməyibsən. Adam öldürüb qan tökməyibsən. Ala gözlü 40 igidi götür özünlə. Köksü gözəl dağ başına çıx. Mənim necə savaşaraq döyüşdüyümə həm baxımı öyrən, həm bizə göz qulaq olub pusquda dur.